Ramazan süfrəsinə gözəl bir tatlı resepti verirəm sizə. İnanın, dadından doya bilməzsiniz. Mərzələməri sadə, yapımı da çox sadə. 1 çay stakanı 150-160 qramlıq 22 manna yarması qatışdırırıq yağla. 70 qram yağdır. Yaxşıca qatışdırırıq. Yarım çay stakanı yoğurt qatıq, 1 çay stakanı zeytun yağı, 2 xörək qaşığı sirkə, 10 qram kabartma tozu və 2 stakan yarım, 3 stakan un. Tez qoyuruq, yoğururuq xəmiri, qoyuruq dincəlsin. Sonra bölürük kündələrə. Hər kündəni hardasa 30 qramlıq bəs eləyər. Açırıq, içinə qoyuruq. İçini ya qoz, ya fıstıq, ya badam. Videoda göstərmişəm necə pükürük. Sonra bıçaqla üstündən çərtirik. İçinə badam qoyub soba listinə yığırıq və 175 dərəcədə 25 dəqiqə hazırlayırıq. Qaynar kurabiyanın üstünə soyuq şirə tökürük və hazır.